Vaxtilə Almaniyanın birləşməsində mühüm rol oynayan 19-cu əsrdə Otto Bismarck deyib ki, dövrün məsələləri parlamentdə səs çoxluğu ilə danışıqlarla həll olunmur, qılınc və qanla həll olunur. Gördüyünüz kimi Ukrayna 2004-də Maydan elədi, sonra 2013-14-də əldə olanları saxlamaq üçün, yəni Avropa Şurasına, Avropaya meyl edib xalq və buna meyl etməyən hökuməti qovdu. Ondan sonra 2025-də də Zelenskinin qəbul etdiyi hansısa qərara korrupsiyaya qarşı, yəni korrupsiyaya qarşı mübarizə aparan orqanların fəaliyyətini məhdudlaşdıran qərarlar verəndə, hətta müharibə dövründə daha demədilər ki, belə həssas dövrdə biz susaq deyə. Bizə görürsən, müharibə dövrü nəsə olanda həssas məsələ. Elə həssas yerlər həll edici olur da. O anda sən cəsarətə gəlməsən, heç bir şey əldə edə bilməyəcəksən, görürsünüz, etmədik də. Və Ukrayna öz azadlığı onda mübarizəsini davam etdirir və yadınızda saxlayın, dünyada heç nə elə belə olmur. 20-ci əsrdə dünya, kosmos Ukrayna xalqını önə çıxartdı. Buna deyirlər passionar enerji, yəni tutqulu, ehtiraslı, hansı ki o xalqın içində azadlıq eşqi, səmimi, içdən, ləyaqətli, toplumun düşüncəsi çox olanda kosmik enerji bu xalqı önə çıxarır. Və sizdə də bu düşüncə yaranmalıdır ki, bizdə də nələrsə olsun.